Rəhmətli Osman Sarıvəlli, Osman Sarıvəllinin Dədə Şəmşirinə yaxın münasibətləri də rol oynayıb. Buradan da Babək müəllimə salamlarımızı göndəririk və kitabını da təbrik edirik ki, belə gözəl bir kitab hazırlayıb. Kitabı da bizim cəmiyyət tərəfindən nəşr edilib. Sizin rəhbəri olduğunuz Aşıq Şəmşir Mədəniyyət Mərkəzi bu kitabı nəşr edilibdir və çox da gözəl nəşr olunub. Elə qoy yeri gəlmişkən bu birisi kitabı da göstərək. Bu da çox böyük bir hadisədir. Bizim Profesör İlqar İmamverdiyevin hazırladığı Saz Havaları antologiyası. Burada Dədə Şəmşirin 120 illiyinə həsr olunmuş kitabdır. Üstündə də görünür Dədə Şəmşirin şəkli də. Burada elə antologiyada yenə sizin İctimai Birliyin, Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin nəşridir. Burada bu nəşrdə çox maraqlıdır ki, elə birbaşa Dədə Şəmşirin o məşhur havası ki, Şəmşiri saz havasından başlayır. İlqar müəllim Şəmşiri saz havasını nota alıbdır və burada yer alıbdır. Və Dədə Şəmşirin bir sıra digər havaları da, o cümlədən Şəmşir gözəlləməsi, Şəmşir bəhl dəvri, Şəmşir müxəmməsi də bu sırada burada yazıya alınıb, notlaşdırıb. Daha sonra ustadın özünün çaldığı klasik havalar ki var, siz vaxtilə Əminə İldarova ilə birlikdə onları yazıya alıbsınız. O havaların da bir xeyli hissəsi burada notlaşdırılıbdır. Bu mənada İlqar müəllimin bu kitabı da çox böyük, çox dəyərli bir kitabdır. Burada təqribən 200-ə qədər hava variantlarıyla birlikdə notlaşdırılıbdır. Bu çox böyük bir xidmətdir. 200, 400, 5 açıq havası. Bəli, o müxtəlif variantlarla birlikdə bunlardır. Və onu deyim ki, bu sahədə görülmüş, indiyə qədər görülmüş çoxlu işlərimiz var. Bunların içərisində ən geniş əhatə dairəsinə malik olan İlqar müəllimin bu kitabıdır. Bunu da